Baboş, bir sizdən nə soruşacaqdım? Nə? Baboş, mən şəhərdə qalırdım, şəhərdə Aposta ev almışam, toyuqlar saxlayıram. Hə. Sizə baxıb çox həvəs edim toyuq saxlamaq üçün. Mən onlara nə versəm məsləhətdir? Böyüsü. Cücədir yoxsa toyuqdur? Yox, toyuq dedi, avqustda yumurtalayacaq. Yumurtasını bilmirsiniz, yumurtası var yoxsa yox? Yox, hələ yoxdur. İndi tutursunuz, toyuğu tutun, toyuğu belə tutasınız, denən hə. Hə. Toyuğu belə tutasınız, indi yemək yeriniz o. Arxa tərəfini belə böyüsü qoyarsınız, bu əlinizi belə oraya yavaşca salıb baxarsınız, əliniz indi gedəndə bir yumurtası var, yumurtayacaq. Hə, elə belə quyruğunu qaldır, bir əlinə belə bax bu əlindən. Belə açayıq, hələ ki soxbaq gör yumurtası var, yoxsa mən elə baxıram. Görürəm yumurtamayanı kəsib yeyirəm. Havanı evdən mi yesin? Allah hamd olsun. Hədə barmaqlasın, mən elərim eləyirik də. Mən də elə baxıram. Allah sənə köməklər. Hə. Deyirəm, hayır heç nədən. Mən də elə baxıram. Baboş. Hə. Ona nə versəm yaxşı olar, nə məsləhət? Taxmağı mən taxıl verirəm, ağ daş yemi verirəm, bir də kəpək verirəm. Üçün bir yanada qarışdırıram, su ilə qarışdırıram, belə keşə-keşə qarışdırıb verim, yumurtayırlar da. Bu dəqiqə toyuqlarımı yeyir, doldu yumurtayla. Yumurtalarıma baxsan ürəyin gedər. Mən yumurtamamışam, toyuqlarımın yumurtasıdır. Bax, gətirirəm bir dənə. Yumurtam deyirəm, deyə bilərəm, mən yumurtamışam. Onu tutacağam. Hə, baboş, sənə çox istəyirəm, mən bilmirəm niyə. Çox sağ ol, çox sağ ol. Xanım, Allah da səni istəsin. Deyir, ay başlar. Kim istəsə bax, bu dəqiqə yığılma göndər, yazılı olsun də. Neçə versən, ay baboş, yumurtalarını dinlə. Deyir, ay başlar. Yığmışam. Hara yığılma? Maşallah, maşallah. Daha da çox olsun.